Salam hörmətli izləyicilərim. Bugün də belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bu da çox gözəl naxışdır. Bundan da nə istəsəz toxuya bilərsiniz. Uşaq üçün, böyük üçün. Jilet, jaket, sviter, nə istəsəz toxuya bilərsiniz. Çox qəşəng görünən bir naxışdır. Bunun üçün belə bir sapımı götürürəm. İlmələrimin üstünə yığacam indi bunu qısa formada. 19 ilmek yığacağım bunun üstüne. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 ilmek yığdım ilme. Artıq sapı da buradan kəsirəm. İndi mən rezinka toxumayacağım. Buna elə 2 sıra hər yüzdən tərs toxuyacağım. Birinci ilməni birinci sıra olduğuna görə toxuyuram. Qalan ilməkləri də hamısını tərs toxuyuram. Bura düz üzüdür. Axırıncı ilməni də tərs toxudum. İndi tərs üzündən yenə bütün ilməkləri tərs toxuyuram. Birinci ilməyi götürürəm, toxumuram. Qalan ilməkləri hamısını tərs toxuyuram. İndi düz üzdən bu rezinka hissəsini toxumadım. Kim necə istəyir toxuya bilər. Mən 2 sıra toxudum, əyilməsin deyə ona görə 2 sıra toxudum. Birinci kənar ilməyi götürürəm. Buradan 3 düz toxuyuram. 2, 3. Burada indi bir dənə belə artırma eləyirəm. Bu 2 ilməkdən 1 ilmək çıxardıram. Yenə buradan 1, 2, 3, 4 ilmək toxuyuram. 1 artırma eləyirəm. Bu 2 ilməkdən də 1 ilmək çıxardıram. Yenə 1, 2, 3, 4. Buradan da bir artırma eləyirəm. Buradan ikisindən bir ilmək elədim. Buradan bir ilmək artırım az oldu. İlməyin biri 20 yığmalıydım, 19 yığdım. Belə 20 ilmek, milin üstündə 20 ilmek olmalıdır.
Arxa üzdən bütün ilməkləri yenə dəst toxuyuram. Bu artırdığımı da o birisi ilməkləri hamısını dəst toxuyuram. İndi buradan ikinci düz üzündən bu sıranı toxuyanda yenə kənarı götürürəm. Bu hansı ki bu boşluq var, bunun yanındaki bu iki ilməyi. Bunu toxudum. Bu iki ilməyin ikisindən bir ilmək çıxardım. Burada bir artırma edirəm. Bu artırdığım ilmənin üstündəki düz toxuyuram. Yenə bu yanından birini artırıram. Buradan kəsirəm. Formada. Yenə buradan toxudum. Bir ilməyi, bu iki ilməyi ikisindən bir elədim. Kəsdim. Birini artırdım. Əksilmə olmadı. Bu boşluğun üstündəki ilməni düz toxuyuram. Yanından bir artırma eləyirəm. Sonra iki ilməkdən bir ilmək toxuyuram. Yenə burada da elə. Düz bir ilməni düz toxudum. İkisindən bir elədim, bir artırdım. Ortadakini toxudum. Burada da bir artırma eləyirəm. Bu iki ilməkdən bir ilmək toxudum. Bu kənardakini də tərs toxudum. Arxa üzdən yenə hamısını tərs toxuyuram. Bütün ilməkləri hamısını tərs toxuyuram. İndi düz üzdən belə bir boşluqlar alınır. Düz üzdən indi bir sıra düz toxuyuram. Bir ilmək götürürəm, toxumuram. Kənar ilməyi, qalan ilməkləri hamısını düz toxuyuram. Axırıncı kənar ilməyi də tərs toxuyuram. Arxa üzdən də yenə bir sıra tərs toxuyuram hamısını. Belə indi bu naxışları ortaya salıram da bura. Buradan. Bu burada qalır, yerlərini dəyişirəm. Bir də buradan baxırıq. Kənar ilməyi götürürəm.
5. Bu ilmeği buradan ortadan ikisinden birini çıxardım. Burada bir artırma elədim. Yine düz dokuyuram. Yine burada 4 ilmek oldu arada. Bu 2 ilmeği yine ikisinden bir elədim, bir artırma elədim. Qalanları düz dokuyuram. Kənardakini də tərs dokudum. Arxadan yenə hamısını tərs dokuyuram. Arxadan hamısı tərs dokunur. Heç bir dəyişiklik olmur. İndi düz üzdən yenə burada elədiyimiz kimi kənarı götürürəm. Düz ilməkləri bura qədər toxuyuram. Buradan 2 ilmək saxlayıram. Bu 2 ilməyi də toxuyuram. Bu boşluğun yanındakı 2 ilməyi. İkisindən birini çıxardıram. Bir artırma eləyirəm. Bu ortadakı ilməyi, həmin bu deşiyin üstündəki ilməyi toxuyuram. Yenə bir artırma eləyirəm. Bu ikisindən birini çıxardım. Burada da yenə bir ilməyi toxudum. Bu ikisindən birini çıxardıram. Bir artırma eləyirəm. Bu ilməyi toxuyuram. Yenə bir artırma yanından. Bu ikisindən də bir. Kənardakı ilməyin də 3 ilməni düz toxuyuram. Kənarı da tərs toxudum. Formada. Arxa tərəfdən də yenə hamısını tərs. Formada belə bir naxış alınır. Yerini dəyişmişəm naxışların. İndi buradan təzədən bir sıra düz, arxadan da bir sıra tərs toxuyub, birinci sırada necə başlamışdıqsa, buradan başlayırıq. Yenə yerlərini dəyişirik. Belə, bu formada belə bir naxış alınır. Sağ olun. Əgər bəyəndinizsə, abunə olmağı, bəyən düyməsində basmağı unutmayın. Gələn videomda görüşənə qədər.